Kadyrov hal-hazırda ümumiyyətlə Respublika rəhbərliyi demək olar ki, tamamilə itirmək üzrədir. Yəni, çünki fiziki cəhətdən sağlam deyil. Sağlamlığı ilə bağlı çox ciddi şəkildə problemlər var. Və faktiki olaraq qərb mediasında xəbərlər var ki, heç işə çıxmır. Yəni, baş nazir vasitəsilə Respublika rəhbərliyini həyata keçirir. Və bu zaman kəsində mümkün qədər maksimum şəkildə çalışır ki, öz ailə üzvlərinə yer etsin. Yəni, öz yerinə oğluna ötürmək istəyir və digər məsələlər və bunu təsir agentləri vasitəsilə həyata keçirməyə çalışır. Yəni, Kremli sanki nəyəsə məcbur etmək istəyir ki, mənim dediyim olmalıdır. Və hal-hazırda Rusiyada birbaşa Putinin sifarişi ilə həyata keçirilən əməliyyatlar Rusiya daxilində məhz belə deyək ki, Kadyrovun budanma əməliyyatıdır. Yəni, onun təsir agentlərini sıradan çıxarırlar ki, gələcəkdə vəzifədən azad edəndə, yəni, belə deyəm ki, o Çeçenistanda formalaşmış Kadyrov klanı vurulanda, tamamilə hakimiyyətdən uzaqlaşdırılanda bu problem üzə çıxmasın. Çünki əgər Ramzan Kadyrov vəzifəsindən azad ediləcəksə və yerinə ona bağlı olmayan biri təyin ediləcəksə, bu Çeçenistan daxilində, həm Çeçenistanın daxilində, həm də Çeçenistandan kənarda Moskva və siz demiş Ufada, eləcə də Federasiyanın digər şəhərlərində ciddi şəkildə problemlər meydana gətirəcək bir hadisədir. Yəni, bu kriminal ünsürlər Kadyrova bağlı olan ciddi şəkildə çaxnaşma yarada bilərlər ölkə daxilində. Bunların kifayət qədər gücü də var, kifayət qədər, belə deyim ki, artıq təşkilatlanıblar. Hətta hüquq mühafizə orqanlarının içərisində onun adamların olduğu barəsində məlumatlar var, bilirsiniz, yəni yaxın adamdır. Buna görə də məhz onların həm vəzifədən azad olunması, həm də əllərindəki maliyyə silah təminatının aradan qaldırılması istiqamətində addımlar atılır və atılacaq. Yəni, bundan sonra biz silsilə əməliyyatların şahidi olacaq. Əsas düşünürəm ki, mübarizə Axmat qruplaşması ilə həyata keçiriləcək. Çünki Kadyrovun əsas gücü məhz Axmatdır. Və son dövrlərdə Axmadın Ukrayna cəbhəsində çox qaynar nöqtələrə göndərilməsi prosesi onu sübut edir ki, elə Rusiya dövlətinin əsas missiyası Axmadı məhz Ukrayna ərazisində bitirməkdir. Yəni, bu proses artıq başlayıb. Eləcə də Kadyrova bağlı olan tam, belə deyim ki, hərbi və yarım hərbi kriminal qruplaşmaların sıradan çıxarılması, ona məxsus olan iş dünyasına bağlı olan ticarət bazaları var, bazarlar var, onların sıradan çıxarılması, əl dəyişdirilməsi prosesi davamlı şəkildə gedəcək. Yəni, həm silah, həm də pulunu əlindən aldıqdan sonra artıq özünü vəzifədən azad edə bilərlər. Çünki bu şəxs təkcə siyasi fiqur deyil, hərbi fiqur deyil, olduqca kriminal və olduqca təhlükəli bir fiqurdur. Mən Rusiya mediasını tez-tez izləyirəm, yəni onun haqqında olduqca apasını, yəni təhlükəli bir fiqur olduğu barəsində bəhs olunur və bunu bugünə qədər həyata keçirdiyi cinayətlər, Anna Politkovskaya cinayəti olsun, Boris Nemtsov olsun, digər məsələlər, düzdür, bunlar indi sifarişlə həyata keçirilmiş və daha çox Rusiyanın indiki rəhbərliyinə, xeyrinə yarayan işlərdir. Amma yenə də onun kriminal qruplarının təhlükəsini görür. Yəni, Rusiya rəhbərliyi bundan maksimum şəkildə əvvəllər istifadə edir. Ancaq artıq buna ehtiyacı yoxdur. Bu qruplar artıq Rusiyanın özü üçün, rəhbərlik üçün təhlükədir. Çünki Kadyrovu artıq sıradan çıxarmaq istəyirlər. Bu sıradan çıxarmaq üçün də ona bağlı olan qruplar ilk öncə zərərsizləşdiriləcək. Bundan sonra Kadyrov məsələsi həll ediləcək.